Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakıda məktəbli qəfil vəfat edib. Məlumata görə hadisə Nəsimi rayonunda qeydiyə alınıb. 10 yaşlı Elcan Məmmədov yaşadığı evdə səhhətinin qəfil pisləşməsi səbəbindən dünyasını dəyişib. 211 saylı orta məktəbin 4-cü sinif şagirdi olan Elcanın son günlər qripə yoluxduğu bildirilib. Faktla bağlı araşdırma aparılır. Allah rəhmət eləsin, əzizlərinə, yaxınlarına səbir diləyirik. Tbilisi prospekti, Tibb Universiteti, Rusiya səfirliyi və Seymaşka xəstəxanası kimi tanınan bir saylı kliniki tibb mərkəzinin yaxınlığına yeni metro stansiya tikilib. Artıq stansiyada son tamamlanma işləri aparılır. Xəbər verilir ki, sakinlər bildirirlər ki, illərdir təmir edən stansiyanın təhvil verilməsi onların hərəkətini xeyli rahatlaşdıracaq. Bakı metropoliten qəzetçisindən bildirilib ki, B4 stansiyasının tikinti quraşdırma işləri hazırda iş qrafikinə uyğun sürətli şəkildə davam etdirilir. 8 noyabr B4 stansiyaları arasında ümumi uzunluğu 1690 metr olan mənzil tunelləri tam olaraq inşa edilib. Bakı metropolitenin rəsmisi bildirib ki, stansiyanın ilin sonuna qədər hazır olması və təhvil verilməsi nəzərdə tutulur.